Vüsal bəy salam, hər vaxtınız xeyir. Vüsal bəy, obyekt budur. Obyektin yanında bu boş torpaq sahəsi budur. Hətta obyektin qabağında bir ağac var idi, o da kəsilib. Burada gələcəkdə düşünülmüşdü ki, boş torpaq sahəsində bir moyka tikilsin. Obyektin üstü monolitdir. Hətta obyektin üstünü də moyka tikildikdən sonra hər ikisinin üstünü qaldırıb bir çay evi. Yuxarısı bir çay evi. Orası moyka və aşağısı da qadın salonu, bərbər, hər bir sahəyə yararlıdır. Belə bir şey düşünülmüşdü. Orada da yaxınlıqda Baksil Arena stadion. Obyektin bütün kommunikasiya xəttləri çəkilib. Hər bir şey, ışığı, suyu, kanalizasiyası, hər bir şeyi çəkilibdir. Hal-hazırda ofis üçün fəaliyyət göstərir. Köçlə əlaqəli biraz veşlər yığılıb. Obyektin hər tərəfində kanalizasiya su xətləri çəkilibdir ki, bərbər, qadın salonu kimi fəaliyyət göstərə bilsin. Obyektin içərisində sanuzeli, mətbəxi və hər bir şəraiti var, hər bir şəraiti var. Televizoru, burada hətta pəncərəsi, kondisioneri, biraz köçlə əlaqəli veşlər yığılıb, biraz darısqal görünür. 25 kvadratdır. Ona görə də satmaq qərarına gəldik deyə, ona görə biz nə artırdıq, nə də tikdik. Kim alsa Allah xeyrini versin, alıb tikə də bilər, artıra da bilər. Yəni, belə bütün sahələrə yararlıdır. Kim alsa Allah xeyrini versin. Qapısı pultla, jalizi qapısı, kondisioneri, televizoru, kamera nəzarət sistemi, hər bir şəraiti var, hər bir şəraiti. Yəni, bura tam hazırdır moyka üçün. Çünki kanalizasiya su çəkilibdir hamısı, işığı var. Elə bunun qabağını, arxasını bağla, olsun hazır bir moyka. Yenə də uğurlar, kim alsa Allah xeyrini versin.